Yəni təqdim olunan Allahın mən də ateistiyəm. Elə bir Allah yoxdur. O da təxminən 5-10 dəqiqə çəkir. Yəni sənə kifayətdir ki, özünü güclü, gümrah hiss edəsən. O deyirdi ki, ilahiyyat və din fərqli şeylərdir. Çox motivasiya xarakterli bir kitabdır. Yəni ateistlər belə təqdim olunan ilahı rədd edirlər. Gündə 100 dəfə inşallah sözünü deməklə deyil. Siz daha çox Allaha yaxın olardınız. Biz bu günləri cənnətə bir bilet qazanmalıyıq. Elə bir yaşam təqdim eləyin ki, oğurluq eləməsin. Quranda ümumiyyətlə maddi heç nə yoxdur. Niyə bu gözü qusurlar getdilər cəhənnəmə? Məni ilə mırtdaşsınlar ki, babaya bax gözü görmür, getdi duvara. Bizim dilimiz Tanrı dilidir. Allah birdir, ona gedən yollar fərqlidir. Bizi yaşadan da, öldürən də informasiyadır. Bu artıq gedir çıxır ruha. Ona görə də onun qəlbi dözmür. Çünki Tanrının bu xoşuna gəlmir. Siz o aşağıdakı elədiyiniz səhvi orada eləsəz, bu artıq ölümə bərabərdir. Sizi bütün xəstəliklərdən və problemlərdən azad edəcək texnikalar da var. Amma olmaz. Allah Taala bizim həyatımızı dəyişmək istəyəndə o məhz insanların vasitəsilə onu edir. Biz sizi götürüb bu sinifdən o birisi sinifə çox rahat şəkildə qaldıracaq əlimizdə texnika və üsullar var. Yox, sən bilmirsən, sənə sərf edən hansı çıxacaq sonda. Onların öz həyatları, dostlar, həqiqətən qara olur. Ruhdan düşmək sözü hələ belə deyil. İnsan var 15 yaşında oyanır, insan var 35, insan da var 65-də belə hələ oyanmayıb. Mən bir də o kitaba 14-12 il sonra qayıtdım. Təlxəlik eləməsə, bizə heç kim reklam verməyəcək. Amma nə gözəl ki, bizim kimi insanlar bu günləri var. Düzdür, çox azdılar. Sovet vaxtı fəlsəfə ilə bağlı olan, misal üçün, hətta idman növləri qadağan idi. Biz bəşəriyyət olaraq gecikmişik. Erkin bəy, xoş gəlmisiniz. Xoş gününüzə gələk. Bugünkü mövzumuz şəxsi inkişaf. İstəyirik o mövzunu biraz açıqlayasınız bizim üçün. Çünki son zamanlar insanlar böyük diqqət verirlər şəxsi inkişaflarına. Ümumiyyətcə, siz bu haqda nə düşünürsünüz? Əslində, bu proses mənə görə 2000-ci illərdən bu yana, hətta 1986-cı illərdən bu yana gəlir. Və bizim də bəxtimiz orada gətirdi ki, biz o Sovet Birliyindən ayrıldıq. Çünki bilirsiniz, o vaxt, o dövrdə bütün bu şeylər qadağan idi. Bəli. Və tamam başqa bir dünya görüşünə malik idi insanlar. Amma o prosesi keçəndən sonra təkcə indi bu şəxsi inkişafla bağlı deyil, həm də dini cərəyanlar da sanki bir baş qaldırdı. Və belə baxsaq, bütün dünyada bu proses gedir. Bu prosesin kökündə... Son illər baş qaldırıb ümumiyyətcə. Bəli, yəni aydınlanma. Sanki elə bir ki, yatmış bir vulkan idi, bəli, partladı, çıxdı üzə. Əslində sevindirici haldır. Bu sual gəlsə ki, bu yox idi mu? Var idi. Bu işlə məşğul olan insanlar, bu elm, yəni bu sahə yox idi mu? Həmişə var idi. Yəni insan var olandan bu günə kimi var idi. Sadəcə dediyim kimi müxtəlif baskılarla, müxtəlif təzyiqlərlə bu şeylərin üstü örtülürdü və bu cür vergili insanlar da var idi həmişə. Sadəcə indi biraz bu, şükür Allaha, bu azadlıq yaranıb. Bəli. Yəni əsasən də söz azadlığı yaranıb. Və 1986-cı ildən nəyə görə deyirəm, həmin ildən başlanıb kvant strateji və bu gəlib 90-lara, ondan sonra 2000, 2012, 2024 və bu davam edir. Mən belə düşünürəm ki, biz bəşəriyyət olaraq gecikmişik. Biz yəni nə Krişnaizmi normal dərk eləmişik, nə Tövratı, nə İncili, nə Quranı. Və düşünün ki, biz sinifdə qala-qala bizi belə dartıb gətirib çıxardıblar ali məktəbə, hətta magistr səviyyəsinə. Ki, biz indi o magistr səviyyəsində birdən-birə bu bilgilər gəlir. Düşünün ki, ibtidai sinif uşağına magistr səviyyəsində bilgilər çatdırırsan, o əlbəttə ki, çətindir. Hamımız üçün çətindir, içimən daxil.
Ümumiyyətcə illər öncə Sovet vaxtı fəlsəfə ilə bağlı olan misal üçün hətta idman növləri qadağan idi. Yadınıza gəlirsə karate falan bu şeylər qadağan idi. Çünki o bir gücdür, o bir insanlarda oyanış yarada bilərdi. Çünki içində dünya görüşü var idi. Elədir. Amma nə gözəl ki, bu günləri biz tam rahat, azad, hər gün yəni inkişaf edən ölkədə yaşayırıq. İnsanlar öz fikrini söyləyir. Sözsüz dostlar, bizim çəkilişlər daha çox maarifləndiricidir və mən elə düşünürəm, belə çəkilişlər daha çox olmalıdır. Çünki görürsüz bu günləri nə baş verir sosial şəbəkələrdə. Çox belə mənasız kontentlər, blogerlar. Yəni biz baxırıq oradan heç nə öyrənə bilmirik. Əksinə insan geriləyir zehin olaraq. Bu bir deqradasiya yaradır insanda. Amma nə gözəl ki, bizim kimi insanlar bu günləri var. Düzdür, çox azdılar. Barmaqla saymaq olar kim ki elmdən danışır, insanın inkişafından danışır. Çünki insanın inkişafı onun uğurudur. Və nə gözəl ki, biz bu günləri bu mövzuları açırıq sizinlə. Bəli, ona çox razıyam. Yəni əslində bizim bir belə kontentimiz də var idi o şeylə bağlı ki, insanlar tənqid eləyirlər o siz deyən bayağı videolar. Baxırsan, girirsən şərhlərə, hamı tənqid eləyir. Amma o tənqidin nəticəsində də o video çox yayılır. Yəni bu haqda hətta mən video çəkmişdim ki, yəni siz bir şeyə qarşısınızsa, onun yanından keçin. Fikir verməyin. Hələ fikir verməyin də siz özünüz qaldırırsınız, o izləməni də çoxaldırsınız, şərhi də çoxaldırsınız. Sonra deyirsiniz ki, bunlar yayılıb. Yayılacaq da. Siz qaldırmışsınız onları dağ başına. Onlar özləri qalxmadılar ki. Siz ona fikir verməsəz, önəm verməsəz, o boyda izlənmə ola bilməz. Yəni əslində bizim kimi insanlar az deyirlər, sadəcə izlənməmiz azdır. Bizi izləyənlər o şeyi reaksiyanı vermirlər. Yəni o bayaqlığa olan reaksiya. Adi mən TV kanallarda da bu şikayəti görmüşəm ki, biz reklam alamayacaq. Yəni o üzr istəyirəm, təlxəlik eləməsək, bizə heç kim reklam verməyəcək. Çünki bizi izləyən olmayacaq. Ali şuur genişlənir gün-gündən. Çünki mənə son zamanlar misal üçün yazırlar, soruşurlar ki, nə gözəl ki, belə paylaşımlar edirsən, insanlar maariflənir. Əslində sadə bir şeylərdir, amma həmən o sadə şeylər bu günləri bizim həyatımızı dəyişə bilir. O siz qeyd elədiyiniz kimi biz nəyə fokuslanırıq, həyatımıza onu gətiririk. Şərtlər yazırıq, misal üçün mənasız reelslara və o reelslar baxış yığmağa başlayır və çox genişlənir. Və əlbəttə ki, hamının qarşısına başlayır sosial şəbəkədə çıxmağa. Biz həyatda ümumiyyətcə inkişafdan bir gün danışırıq, şəxsi inkişafdan. Nəyə fokuslanırıqsa, həyatımıza onu gətiririk. Ümumiyyətcə, əgər biz neqativə fokuslanırıqsa, onu başlayırıq tez-tez görməyə. O psixologiyada belə bir anlayış var, o qırmızı avtomobil söhbəti. Evet. Əgər sənin baxırsan, nəyə fokuslanırsan, baxırsan ki, şəhərdə nə qədər qırmızı avtomobil var. Çünki sən ona fokuslanmırsan, yalnız onları proqram elə qurmusan. Özü proqramlaşdırmısan. Mənə sizin fikriniz maraqlıdır. Şəxsi inkişaf üçün biz bu günləri yəni nə etməliyik? Belə ən primitiv, sadə nədən başlamalıyıq, belə deyək? Mən bunu nəzəri olaraq da deyə bilərəm. Əlbəttə ki, bu belə çox standart və belə şey görsənə bilər də ki, yəni bir qəlbə salınmış görsənə bilər. Bu fərqli insanlarda fərqli formada olur. Çünki mən öz şəxsi təcrübəmdən görürəm ki, mən tutam ki, məktəbdə əlaçı olmuşam, sonra ali məktəbə daxil olmuşam, nə bilim, əsgərlik, ora, bura, bütün sosial həyatlar. Qarşıma, məsəl üçün, bu izləyicilərimiz tanışdı, Vahid Rızayevin kitablarını gətirib vermişdi babam mənə 2000-ci ildə. O kitabı belə açdım, oxudum, təzədən belə bağladım, qoydum yerinə. Mən bir də o kitaba 14-12 il sonra qayıtdım. Yəni birdən-birə ki, mən deyim ki, ay uşaqlar, bax gedin, filan kitabı oxuyun, başlayın və yaxud da ki, filan təlimə qatılın, filan filmə baxın, videoya baxın, olmayacaq. Çünki bizim səviyyələrimiz və qavrayışımız o qədər fərqlidir ki, bu hansı yaşda
kimdə necə təsiri olacaq, onu bilmək olmaz. Mən şəxsi təcrübəmdən çıxış edib deyə bilərəm ki, sadəcə o həyatda bilin ki, sizin bütün yaşadığınız proseslər, hadisələr artıq inkişafdır. Artıq o bizə ən çox nəyə görə yazırlar? Deyir, filan hadisələr mənim həyatımda təkrarlanır. Təkrarlanacaq da, keçə bilmirsən. Keçə bilmirsən. O birisi sinifə keçən bilirsən, təzədən atırlar, sinifdə qalarsan, təzədən. Yəni, bir bunun standart yolu yoxdur. İstər peyğəmbərlərin həyatına baxın, istər milyonerlərin həyatına baxın, dahilərin, yazıçıların, hamı da fərqlidir. Və gözəlliyi də budur. Yəni, siz bir buğdayla bir düyünü eyni cür əkə bilmərsiniz, eyni cür yetişdirə bilmərsiniz. Ona görə də bunu mən kimsə düyü formasındadırsa, mən ona buğdanın nəzəriyyəsini təqdim eləyən mənəm. O düyü də axı, o pastayan belə davamlı olaraq suyun içində olmalıdır. Yəni, ona görə də insan ilk növbədə birinci, mən belə məsləhət görərdim ki, insan ilk növbədə özünü tanımalıdır. Özünü tanıdıqca ətrafına başlayacaq tanımağa. Yəni, olur insanlar köklənirlər, yüzlərlə kitab, təlimlər, bizə biri yazıb da deyir, qatılmadığım deyir, təlim qalmayıb, oxumadığım kitab qalmayıb, yenə də deyir, heç nə başa düşmürəm. Yəni, o düyüdür, o gedib buğdaya aid kübrələr alıb da belə deyir. Bəli. Yəni, məsələ budur. Mən sadəcə məsləhət görərdim ki, yaşadıqları həyatlarını və özlərini bir güzgü kimi sorğulasınlar. Yəni, qırağa, kənara heç kimə müraciət eləməsinlər. Hər şey bizdədir. Sadəcə ondan sonra avtomatik siz deyən kimi onsuz da fokuslananda sizin qarşınıza nələrsə çıxacaq. Bu günləri Sahib bəyin qabağına Erkinin qabağına Sahib bəy çıxıb da. Yəni, niyə çıxıb? Hardan çıxdı birdən-birə? Elədir. Yəni, biz avtomobil işi ilə məşğul olsaydıq, biz bu dəqiqə Schumacherlə söhbət edirdik məsələ üçün də. Yəni, o mənada. Yəni, özlərindən maraqlı olan, özlərinə belə işıqlı gələn, bir körpə uşaq kimi baxın da məsələyə. Körpə uşaq birinci nə ilə oynayır? Get-gedə yaş artdıqca onun oyuncaqları və kitabları, belə deyim, dəyişir, səviyyəcə dəyişir də. Yəni, biz deyə bilmərik 40 yaşında insan artıq yetkin insandır. Xeyr. İnsan var 15 yaşında oyanır, insan var 35, insan da var 65-də belə hələ oyanmayıb. Bəli, o oyanış çox önəmlidir. Həqiqətən, mən elə düşünürəm bir yoga mütəxəssisi olaraq, ruh gənc və müdrik, yəni belə bir anlayış var fəlsəfədə. O həqiqətən də elədir. Çünki biz bəzi hallarda baxırıq 10 yaşında balaca uşaq, elə bir müdrik fikir söyləyir, elə bir anlayış deyir ki, hətta böyük adam belə təcrüblənir ki, bu yəni necə belə fikir söyləyə bilir də. Amma eyni zamanda da baxırıq 70 yaşında ağsaqqal bir adam, saçı başı ağarıb, yəni nəticə ailəsi falan, nəvələri, nəticələri var, amma çox belə mənasız, çox belə ağzında söyüş. Belə baxırsan ki, yəni adam həqiqətən də bu həyatdan heç nəyi başa düşməyibdir. Yəni heç bir müdriklük yoxdur, amma eyni zamanda da yəni ağsaqqal bir adamdır. O ağsaqqal statusu onda avtomatik var, amma ona heç bir aidiyyatı yoxdur. Yəni yaşca böyüyüb, başca böyüməyib. Bəli, bəli. O yəqin ki, ondan irəli gəlir ki, o insanda oyanış hələ baş verməyib. Yəni o oyanış çox önəmlidir. Sənin qapını döyür və sən fərqi yoxdur. Hansı yaşındasan, baxırsan artıq bu həyata daha mənalı baxmağa, qidalanmağa fikir verirsən, kimi ilə ünsiyyətdəsən, o insanlara fikir verirsən. Çünki ən mühüm qida odur. Bəli, bizim şuurumuzun qidası çox önəmlidir dostlar. Biz kiminlə ünsiyyətdəyik, kimlə maariflənirik. Bəzi hallarda bizim ən yaxın dostumuz hansısa bilik, kitab ola bilər və yaxud o kafedə saatlarla oturduğunuz heç bir yəni mövzu haqqında, tam boşluq haqqında danışdığınız yəni zaman itkisidir. O, yəni düşünməliyik bu şeyləri bu günlər. Əgər inkişaf etmək istəyiriksə, o rutindən çıxmaq istəyiriksə belə deyək. Bəli, belə deyim də sözünüzə qüvvət. Yəni insan həqiqətən də bu dünyaya hansısa bir baza ilə gəlir. Yəni mənim həmişə dediyim o bir söz var. Yəni bizim virtual bir kitabxanamız var. Yəni Google diskimiz var da belə deyək. Hər bir insanın, hər bir ruhun.
Yəni onun adı infosomatikada informatoriyadır. Yəni düşünün ki, orada bu günə kimi yaşadığımız ömürlərin və təcrübələrin, bilgilərin lazım olanları toplanır. Yəni ora bal toplanır. Yəni orada şərbət qəbul olunmur. Və biz o ki dediyiniz kimi 70 yaş və 10 yaşlı uşağın fərqi də həmin o informatoriya fərqidir. Ki insan bura artıq dediyiniz kimi yetkin ruh gəlir bura. Bir də hələ gəncdir, hələ bu neçə proseslərdən keçməlidir ki, gəlib çatsın ora. Ona görə də izləyicilərimizə məsləhət görərdik ki, onlara bir şey çatmayanda hansısa fikir, hansısa kitab və yaxud ki, hansısa təlim ruhdan düşməsinlər. O ruhdan düşmək sözü elə belə deyil. Çox mənalı sözdür. Yəni əslində birbaşa bu söz, yəni rus dilində də belədir, padis duxum. Yəni bu söz əslində birbaşa elmi infosomatik qanundur. Yəni biz ruhdan düşəndə həqiqətən də biz ruhumuzdan ayrılmış oluruq. Yəni ruhun bizə ayırdığı o enerji qopur. Çünki biz sevincimiz onu qidalandırır. Bizim şən əhval-ruhiyyəmiz ruhumuzu qidalandırır. Ruhumuz da onun əvəzində bizə enerji verir. Yəni ruhdan düşən kimi o əlaqə kəsilir. Yəni siz bikef olanda sizə çıxış yolu gəlməyəcək, mümkün deyil. Elədir. O siz dediyiniz elmi tərəfdən o yoga fəlsəfəsi ona akasha qayıtları deyir. Eşitmisiniz çox. Bəli. Yəni eşitmişəm. Həmən o kitabxanadan söhbət gedir, hansı ki kainatdadır və çox insanlar ora qoşulur. Misal üçün o ekstrasenslərdir, baxıcılardır. Düzdür, orada niyyət düzgün olmalıdır. Əgər orada hətta sənə deyirlər hansı məlumatı sən deyə bilərsən qarşındakı insana, hansını deyə bilmərsən. Çox vaxtı biz görürük, indi mən mövzunu qarışdırmaq istəmirəm, amma çox hallarda o baxıcı insanlar, onların öz həyatları, dostlar, həqiqətən qara olur. Belə damxalarda yaşayırlar, çox belə mənasız həyat. Yəni onun yanına gedəndə o sənə öyrədir ki, mən sənə uğurlu etməyi öyrədəcəm, sən nə bilim, Bentley sürəcəksən, belə eləyəcəksən, həyatına bolluq gələcək, pul gələcək. Amma siz onların özlərinə diqqət etməlisiniz ki, yəni o insan özü bu günləri, əgər o sirləri bilsəydi, özü üçün birinci növbədə eləyərdi də. Yəni bu, orada o qanunlar pozulmamalıdır. O akasha dediyiniz, mən danışdığım fərdi informatoriyadır. Siz deyən o lövh-ü məhfuz deyirlər də, yəni ki, hansısa ümumi bilgiyə qoşulmaq. Yəni mən dediyim məsələ, siz o 10 yaşla ki, 70 yaşın fərqini dediniz, mən deyən məsələ o fərdi informatoriyadır. Yəni Erkin bəyin və Sahib bəyin ayrıca bugünə kimi topladıqları. Məsələn, əvvəlki həyatlarımızı götürməyək, elə bu həyatımızı götürək ki, biz ikimiz bir yola çıxmışıq, hansısa bilgilər almışıq və o bizdə baza fərqi var. Bir də var ki, siz deyən kimi artıq ora qoşulmaq məsələsi. Can sağlığı paketimizi əldə edərək sağlamlığınızı dava-dərmansız və ən qısa zamanda bərpa edə bilərsiniz. Ətraflı məlumatı videonun açıqlama bölməsindən oxuyun. Tamamilə doğrudur. Ümumiyyətcə ruhun yaddaşı var. Bəli. O siz dediniz ki, ruhdan düşməmək. Yəni o əlbəttə ki, bu günləri biz bəzi hallarda həmən o ruhun yaddaşını oyada bilirik. Misal üçün yoga fəlsəfəsində və yaxud sən nə isə edirsənsə, baxırsan ki, artıq sən bunu çox asanlıqla edirsən, səndə alınır. Hətta dahi rəssamlar da onlar belə birdən-birə başlayıblar əsərlərini yaratmağa. Çünki 35 yaşında. Görürsüz. Orada o ruhun, yəni o keçmiş həyatlarda yaşadığı bazaları baxırsınız, elə adam var, ona baxırsan, hətta işi bəlkə başqadır, belə rəhbər işi deyil də, sadə bir iş görür. Amma sən o insanı görəndə sanki belə bir xandır, bəydir. O özünü necə təqdim eləyir, onun səsi. Bu, məncə onu deyir ki, bu keçmiş həyatlarında o artıq hansısa bir hakimiyyətdə mi olub, rəhbərlikdə mi olub? Bəli, çünki o DNK-nın yaddaşı falan hamısı ona keçib. Yəni bu günləri sir deyil. Və nə gözəl ki, biz bu günləri bu haqda danışırıq. Bura diqqət salırıq. Bayaq qeyd elədik ki, ruhdan düşmək məsələsi. Baxın, 95% insanlar, ümumiyyətcə bütün planetdə, hər bir insanın başına bir hadisə gəlir. Mənfi və yaxud müxtəlif hadisələr. Çox vaxtı insanlar ruhdan düşürlər.
Neqativ bir hadisə baş verəndə və yaxud nəsə xoşa gəlməyən bir olay, insanlar ruhdan düşürlər. Deyirlər ki, o mənim taleyim idi. Yəni bu sözləri biz tez-tez eşidirdik. Son zamanlar karma sözü çox dəbdədir. Hə, bu mənim karmamdır. Mənim tələbələrim aradadır ki, mən bu günləri beləyəm. Yəni bəxtim gətirməyib. Çünki mənim karmamdır. Deyirəm ki, yox, sən karman Atır qismətin boynuna. Atır qismətin boynuna. Deyirəm ki, əksinə, sən ruhdan düşməməlisən. Sən niyə o 95%-a daxil olmaq istəyirsən? Yəni, o rahatdır. Sən özünü günahlandırırsan, oturursan evdə, depressiya falan, sonra psixoloq, psixiatr, dərmanlar, baxırsan ki, beyin də əldən gedir, zehin də əldən gedir, problemlər başlayır, özünü məhv elədin. Sən olmalısan o 5%-da. Hansı ki, bu günləri həyata qarşı sanki yaşamaq istəyir. Deyir ki, yox, mən də uğurlu olmalıyam. Özünü heç kimlə müqayisə edib ruhdan salmır. Yəni kimsə uğurludur, onun vaxtı gətirib, onun nə bilim şansı gətirib. Yox, sən öz üzərində işlə. Çünki bu həqiqətən çox önəmlidir. Öz üzərimizdə işləyəndə insan inkişaf edir, çox şeyləri anlamağa başlayır. Nəhayət onun ruhu başlayır oyanmağa. O qismətlə bağlı dediniz, yadıma düşdü. Sosial şəbəkədə deməli biz bir kontent paylaşmışdıq. Səhv eləmirəmsə, insanın özünün diaqnostikası ilə bağlı YouTube-da verilişimiz o diaqnostika videosu var. Orada yazmışıq ki, oraya yazın infosomatika, biz sizə göndərək də linki. Biri yazdı infosomatika, girdim ki, gördüm şeyi bağlıdır, göndərə bilmirəm də buna. Girdim yazdım ki, bəs sizə mesaj yazmaq olmur. Altdan yazdı ki, qismət. Deyəm, qismət nə deyir? Soranı göndərək də. Öz qisməti bağlamaq. Qismət. Yəni orada da sən qismətdən gileylənirsən, sözdə qüvvətdə. Həqiqətən də o qismət dediyimiz şey bunun kimi bir şeydir. Əslində xırda şeylərdir dostlar, amma hansılar ki, həqiqətən bu günləri bizim reallığımızı dəyişə bilir. Mən misal üçün hər zaman deyirəm ki, dostlar, biz bu günləri insanları sevməliyik. Çünki məhz insanlar bizim həyatımızın reallığını dəyişir. Bəzi hallarda biz çox seçici oluruq. Bilmirəm, o bəlkə də egodan gəlir və yaxud da isə özümüzü çox belə üstün sayırıq başqasından. O belə dost-dosta zəng vurur, deyir ki, hardasan? Onun da ikinci sualı olur ki, yanında kim var, kiminlə oturmursan? Bax, sənin neyvə lazım yanında? Bəlkə onun yanında oturan insan sabahları sənin həyatının reallığını dəyişəcək. Sən onu bilmirsən. Hər zaman seçimlər edirik. İnsanları bu mənə sərf edəndir, bu mənə sərf etməyəndir. Yox, sən bilmirsən sənə sərf edən hansı çıxacaq sonda. Ona görə hamıya qarşı sevgi ilə, sayğı ilə, hörmətlə. Özünə istədiyi istədə. Çünki özünə qarşı olan hansı münasibəti istəyirsənsə onu da ətrafa gəl. Bəli, çünki Allah Taala bizim həyatımızı dəyişmək istəyəndə o məhz insanların vasitəsilə onu edir. Əgər biz bu günləri insanlara qarşı belə seçimlə yanaşırıqsa və yaxud neqativ yanaşırıqsa, əlbəttə ki, sənin həyatının reallığı dəyişmir də. Belə hadisələr var. Misal üçün, bu günləri baxırsan, filankəs heç kim idi. Sabahları görsən, hardasansa bir vəzifədə oturub. Kiminləsə tanış oldu, onun yolunu açan o adam olmadı. O adam sadəcə olaraq vasitəçi idi. Sənin Tanrı yolu açır və istəyirsən hərəkətdə olasan, insanlara qarşı sevgi ilə yanaşasan. Sahib, bəs siz nə məsləhət görürsünüz izləyicilərimizə? Necə başlasınlar? Yəni, Sahib bəyin də keçdiyi bir yol var. Yəni, mən indi öz təcrübəmdən çıxış edib dedim məsələləri ki, yəni bunun bir qəlibi yoxdur. Bəs bəlkə sizin bir o eliksir deyirlər də. Əslində bu sizin cavab verməmişdən qabaq belə bir şey deyim ki, mən özüm təlimlərimdə və belə çıxışlarımda qeyd edirəm ki, bizə müraciət edirlər, seans eləyirsiniz, nə edirsiniz? Biz sizi götürüb bu sinifdən o birisi sinifə çox rahat şəkildə qaldıracaq əlimizdə texnika və üsullar var. Sizi bütün xəstəliklərdən və problemlərdən azad edəcək texnikalar da var. Amma olmaz. Siz ora qalxandan sonra, biz sizi ora qaldırarıq, siz o aşağıdakı elədiyiniz səhvi orada eləsəz, bu artıq ölümə bərabərdir. Yəni, yanaşma budur bizdə, infosomatikada, ümumiyyətlə,
bütün bu Quran, yaranış və infosomatik bilgilərin bu vəhdətində, yəni biz belə baxırıq ki, kimisə süni şəkildə sən yuxarı qaldıranda gözü keçməyib də, özü qalxmayıb otağa. Çünki orada məhv. Ora hələ hazır deyil. Siz necə baxırsınız? Yəni necə başlasınlar? İzləyicilərimizə nə məsləhət görərdiniz ki, necə başlayasınlar, necə inkişaf eləsinlər? Yəni startı hardan götürsünlər? Baxın dostlar, Yəni sizin fikriniz də maraqlıdır bu barədə. təşəkkür edirəm. Biz bu günləri fokuslanmalıyıq özümüzə. Bu çox önəmlidir. Çox vaxtı biz külli miqdarda enerji itiririk, fokuslanırıq başqa insanların həyatına, sosial şəbəkələrə, qohum-qonşu nədir və s. Onda yəni o insanlar daha da zənginləşir. Həm mənəvi olaraq, həm fiziki olaraq. Çünki sənin bütün diqqətin, o enerjini onlara verirsən, pulsuz, parasız. Öz enerjini itirirsən. Bu, yəni bizim inkişafımıza böyük təsir göstərir. Yuxudan tez oyanmalıyıq. Çünki səhərin sirri olur, səhərin gücü olur. Nə vaxt ki, Tanrı səni alqışlayır. Edirsən. Amma biz o sehirli vaxtı qaçırdırıq. Biz həyat çox qısadır əslində. Onu belə tam rəngarəng, enerji dolu yaşamaq lazımdır. Çünki biz elə insan var, baxırıq 1 il ərzində elə bir zirvəyə gəlib çatır. 10 il həmən işlə məşğul olan insan o zirvəni deyir ki, bunun bəxti gətirdi. Bu kimisə nə bilim adamıdır. Yəni belə başlayırlar şeylər qoşmağa. Amma orada heç bir adamdan söhbət getmir. Adam sadəcə olaraq fokuslandı. Maşallah. Biz bu günləri fokuslanırıq özümüzə, öz inkişafımıza. Yəni öz üzərimizdə işləyirik. Dedikodudur, başqa insanların paxıllığını çəkməkdir. Bilirsiniz, bu nə qədər bizi geriyə aparır. Çünki Tanrının bu xoşuna gəlmir. Biz özümüz haqqında danışmalıyıq. Özümüz, yəni sən bu günləri kimsən? Onu təqdim elə. Dünən kim idim, cəmiyyətə. Sabah kim olmaq istəyirəm. Bəli, ümumiyyətlə təqdim edən insanlar da tez ruhdan düşürlər. Birinci o belə kritika, yarğı gələn kimin, mənə belə dedilər, yox, sən bu günləri bir sınaqdasan. Çünki əgər sən böyük bir uğura çatacaqsansa, əlbəttə ki, sən bu günləri onun parasını ödəməlisən. O sənin sübdən yuxudan durmağındır, o sənin öz üzərində çalışmağındır, hansısa kitabı oxumağındır, sizin kursları keçməyidir. Yəni, bu böyük bir silahdır. Əslində, baxın, bu günləri mənim silahım yoxdursa, mən döyüşdə heç kiməm. Məlumatlısansa, deməli silahlanmısan. Bəli. Amma nə gözəl ki, mənim gözəl məlumatım olsun. Mən indi sizin kitabla bir balaca tanış oldum. Böyük yəni məlumata sahibdir. Baxın necə insanlar həqiqətən güclənə bilərlər. O siz dediyiniz kimi rutində olan illərlə eyni etdiyi səhvləri artıq sən deyirsən ki, dayan. Çünki mən bu günləri özümə test edəcəm. 1 ay, 15 gün etdiklərimi etməyəcəm. Görün mən nəticə əldə edə bilirəm. Yəni toplamanların yerini dəyişəndə cəm dəyişmir də bu. Sadədir də, yəni Bəli. İbtidai sinif məsələsidir də bu. Belə ümumiyyətcə özümüzü gücləndirmək sahəsi, tərəfləri çoxdur. Mən hər zaman ümumiyyətcə fiziki hərəkətlərdə tövsiyə edirəm. Çünki insan öz bədənini tanımalıdır. Bu çox aktual mövzudur son illər. Misal üçün bizim bədəndə bədən bizimlə danışır. O xəstəliklərdir, problemlərdir. Onlar birdən-birə üzə çıxmırlar. Bədənin sənə hər gün mesaj verir. Baş ağrılardır. Bir də görürsüz, nəysə belə ürəyim sancdı. Detektordur da. Bəli, ürəyim sancdı, buraxdı. Buraxdı, deməli hər şey yaxşıdır. Yox, deməli orada nəysə proses baş verir. Və yaxud ayağım tutuldu, belim tutuldu, nə bilim qulağımda səs var. Müxtəlif, yəni hər insan individual olduğu üçün hər insanda müxtəlif formada baş verir. Biz bu günləri bu şeylərə diqqət etməliyik. Mən bu günləri nə düzgün etmirəm ki, məni belə mesajlar mənə gəlir. Orada da cavablar çoxdur. Yəni hər insan oturub dərindən düşünsə, baxır ki, çox individualdır. Yəni ola bilsin o insan
paxıllıq içində yaşayır. Ona görə də onun qəlbi dözmür. O içində yaratdığı kin, qara nifrət onu boğur. Baxın, İmkan vermir ki, 1 metr qabağını görsün. bəli, bu çox basitdir başa düşmək üçün. Mən hər zaman deyirəm ki, siz daxilinizdə sevgi olmalıdır. Sevgi, xoş arzular. Baxın, siz o hissləri harda yaşayırsınız? Daxilimizdə. Nə gözəl mənim daxilimə, mənim halıma ki, mən belə gözümü açıram, belə yuxudan dururam ki, xoş pozitiv, çünki daxilimdə cənnətdir. Amma elə insanlar da var ki, illərlə xainlıq, paxıllıq, o qara fikirlər, ay nə bilim bu belə oldu, onun başına bu hadisə gəlsin. Yox, elə ümumiyyətcə o sənin başına gələcək. Çünki sən o cəhənnəmi içində yaratmısan. Bumerang atmısan. Bəli, o qara nifrətin içində yaşayırsan. Ona görə də sənin həyatında o xoş hadisələr baş vermir. Yəni o qədər sadə. Hər insan əlbəttə ki, heç kim ideal deyil. Hər birimizin öz qüsurlarımız var. Amma bu şeylərdən biz bu günləri azad olmalıyıq. Azad düşünək. Çünki bütün silahlar bizim əlimizdə, biz istəsək əldə edə bilərik. Fiziki hərəkətlər çox önəmlidir. Sən bədənini başlayırsan tanımağa, əgər qidalanmağında qüsurlar varsa, misal üçün fast foodlara daha az diqqət et, daha çox təbii yeməklərə diqqət et. Çünki beyindir də nəyə öyrəşir, hansı dada öyrəşir, odur. İstəyir başqa, misal üçün pis vərdişlərdir, tütün məmulatlarıdır, alkoqoldur. Biz bu günləri bunu ümumiyyətcə etməməliyik. Alkoqol zəhərdir. İnsanlar özünü məhv edir. Nə olsun o bu günləri təbliğ olunur. O kiminsə milyardlıq bizneslərdir. Yəni bütün dünyada bu baş verir. Amma mən bu günləri əgər şuurluyamsa, mən düşünməliyəm, bu mənim üçün deyil. Bu bir zəhərdir. Mən bunu etməməliyəm. Çünki mən sabahları 60-70 yaşında olanda İstəyirəm o kinolarda gördüyüm kimi, o bəzi kinolar var, Hollywood kinoları, baxırsan 70-80 yaşında kişi oturur öz avtomobilinə, nə bilim səyahət edir, nə edir. Mən elə qocalmaq istəyirəm. Mən istəmirəm mənim nəvələrim məni lağa qoysunlar. Əl arabasında fırlatsınlar. Məni ilə mırtdaşsınlar ki, babaya bax gözü görmür, getdi duvara. Yəni istəmirəm bu şeylər mənim başıma gəlsin. Mənə hörmət qoysunlar. Mən o necə deyim? Çünki o bayaq danışdığı bioloji vaxt var, anagrafik vaxt var. Bu mövzunu yəqin ki siz məndən yaxşı geniş bilirsiniz. Ümumiyyətcə bu barədə nə deyə bilərsiniz? Birinci o insanın qocalmağı, bioloji vaxt. Səhər durmaqla bağlı o qeyd eləyim. Mən uşaqlara həmişə dönə-dönə tapşırıram ki, dükanı səhər-səhər açaq. Yəni biz sosial şəbəkələrdə paylaşımı səhər-səhər eləyək də. Dükanı günortadan sonra açanda orada bərəkət dolmur, ruzi dolmur. Özləri də şahid olublar həqiqətən. Və bizim əziz Vahid müəllimimiz var idi, dünyasını dəyişib. O da həmişə bütün paylaşımlarını o günəş zenitə qalxana qədər, ən gecə saat 10-11 o vaxtlar həmişə eləyərdi, o yazıları həmişə çatdırardı və o sübhə siz deyən kimi çox önəm verilir. Bütün, belə deyim, həm dini cərəyanlar olsun, həm tibbdə olsun, elə bizim o can sağlığı paketinə daxil olan insan orqanizminin istifadə təlimatı kitabında da yatmaq və durmaq saatları belə önəm verilir ki, yəni həmin saatlarda hansı orqanlar enerji verir, bu saatda ümumiyyətlə qida qəbul eləmək olmaz. Yəni bu hamısı açıqlanıb, oxuyarsınız, faydalanarsınız. Gələk o bioloji yaşla digər yaşa. İnsanın mental bədəni var, yəni yaddaş bədəni var. Bizə belə deyim, rus dilində bu ayrılır duh, duşa. Yəni bizim dildə də onu can və ruh kimi mən ayırıram. Yəni bizim canımız, yəni biz ana bətnində mayalanandan ta ki bu dövrümüzə gələndə kainatda bir düşünün ki, toplanmış bu telefon naqili kimi də belə bildiyinizdə belə purjun kimi bir şeydir də. Və orada disk olaraq bütün bizim ən milli saniyələrə qədər bütün bizim anlarımız yığılır. Və biz orada hansı reaksiyaları verməyimizdən asılı olaraq orada belə dalğalar əmələ gəlir. Və o dalğalar uzandıqca biz daha çox yaşlanırıq. Nə qədər ki o tarama olur, o mental model nə qədər kök və o kefimiz kök sözü də oradan gəlir. Yəni o nə qədər ki daram və
düz formada olur. Uzunluğu nə qədər az olursa, məsələn, pasport yaşı deyək ki 40-dır, amma bu uzunluq 80 göstərir. Yəni uzatsan belə 80 sm göstərir də. Yəni artıq insan yaşından 2 qat artıq qoca görsənir. Yəni bizim əslində bütün stresslərimiz, hətta həddə aşmış sevinclərimiz o şeyə təsir edir. Ona görə də mənim bir sözüm var ki, insanın yaşadığı həyatı istənilən hadisəyə baxış bucağı təyin eləyir, onun xoşbəxtliyini və ya bədbəxtliyini. Bəli. Yəni biz baxırıq ona. Bədənlə məşğul olmaq lazımdır. Bunu belə deyim, inkar eləmirəm. Amma bədənlə də məşğul olub problemlər və xəstəliklər yaşayanlar insanlara rast gəlir. Bu artıq gedir çıxır ruha. Müxtəlif mövzularda suallarınıza cavab tapmaq istəyirsinizsə, Elçin qiyası ilə quyuya enerji tökməklə dolmaz. Zərrə içində zərrə. Ruhun səndən nə istəyir? Təbii valideyn-övlad münasibətləri necə olmalıdır? Arzuların gerçəkləşməsi texnikası və xoşbəxtlik formulu adlı vebinarlarımızı əldə edə bilərsiniz. Ətraflı məlumatı videonun açıqlama bölməsindən oxuyun. Yəni insan düşünün ki, hər gün yoga ilə, indi yoganın düz deyil, yoganın fəlsəfəsi var. Yoga ilə məşğul olan, dünya görüşünü qırağa atsa, sadəcə mexaniki hərəkətlər eləsə, məncə siz də razılaşarsınız ki, boş şeydir. Boş şeydir. Yəni orada oldu fitness. Ay sağ oldu, hə gözəl. Yəni sadəcə fitness insanı sağlam saxlamır. Xeyr. Gözəl. Mən ona görə deyirəm ki, ilk o İncilin də ayəsi var da, ilk söz var idi, söz Allah idi, Allah sözü idi. Yəni birinci informasiyadır. Bizi yaşadan da, öldürən də informasiyadır. Yəni həmin o dünya görüşüdür, proqramdır. Bəli, proqramdır. Yəni biz o proqramı doğru qurandan sonra ki, artıq bizim o pasport yaşımızla, belə deyim, bioloji yaşımız fərqlənə bilir. Yəni insan yaşından cavan görsənə bilir. Həm də bioloji olaraq. Yoga fəlsəfəsində belə bir anlayış var, askeza. Mən onu araşdırmışam. İslamda tövbə tərcümə olunur. Bəli. Ümumiyyətcə bizim dinimiz, İslam çox gözəl, dərin bir kitabdır. Sadəcə olaraq o indiyənə kimi düzgün tərcümə olunmayıb. Çox belə primitiv tərcümə olunub. O haqda da danışacağam. Hə, o haqda da iki nəfər, yəni iki insan tərəfindən tərcümə olunub və necə deyim, ümumiyyətcə Azərbaycan dili o qədər də belə geniş dil deyil də. Yəni bunu hamı heç kim, yəni hamı mənimlə razılaşa bilər. Yəni geniş dil deyil. Üstəlik o problem var. Hələ o tərcümənin də orada problemləri biraz belə bir mənalı təbliğ olunur sanki din. Bu başqa mövzudur. Ümumiyyətcə o askeza sözü insanı tərbiyələndirmək üçün çox gözəl silahdır. Biz İslamda onu eşidirik yalnız əgər sən misal üçün başqa pis vərdişlərlə məşğulsansa, misal üçün içki içirsən və yaxud narkotik qəbul edirsən, sən get tövbə et. Yəni uşaqlıqdan bunu eşidirik, get tövbə et. Amma o tövbə sözü daha dərindir. Orada bax mən misal üçün bu günləri söyüş söyürəm. Mən onu özüm üçün tövbə edə bilərəm. Onu biz yazılı surətdə eləyirik. Yəni yoga fəlsəfəsi bunu deyir. Sən götürürsən bir kağız parçası, orada yazırsan. Proqram qurursun, infosomatikada da var o. Artıq. Bəli, biz ümumiyyətcə fəlsəfələrimiz eynidir. Prosta əslində hamısı eynidir. Hamısı eynidir. Hamısı eynidir. Sadəcə o bir qəşəng söz var da, Allah birdir, ona gedən yollar fərqlidir. O kökünə gəlib çıxanda, yəni mən o Krishnaizmdə də biraz oxumuşam. Yəni yoqanın belə çox səthi belə baxıb keçmişəm də, yəni belə hər bir şeyə biraz baxmışam. Amma dibinə gedəndə, lap kökünə gedəndə, siz artıq kökünü bilirsiniz deyənə, yəni mənim sizin danışığınızda bir fərq yoxdur. Yoxdur. Hə, yəni görürsünüz, məsələn, Quran haqqında fikir deyirsiniz. Mən dilimiz haqqında istəyirəm razılaşmayım. Mən həqiqətən bəlkə də bu həddi aşmış bir patriotizm də ola bilər. Amma mənə görə bizim dilimiz, mənim atam rəhmətli deyərdi ki, bizim dilimiz Tanrı dilidir. Yəni bizim dilimiz həm türk dilli dövlətlərin içində, həm də dünya dilində ümumiyyətlə əlifbasını biz, o bilgiləri də sizə çatdıracağıq. Bizim dilimiz kökdür.
Yəni əlifbamız da bütün bu latın və kiril əlifbası belə bizim əlifbalardır və Gəmiqaya, Naxçıvanda yerləşən Gəmiqaya orada yəni daşların üzərində də bu mən özümdən demirəm, ordadır. Quran isə gələndə isə və Quran bilinən mənada tərcümə olunan bilməz. Quran ümumiyyətlə tərcümə deyil. Bax, məsəl üçün, mənim gözüm səndən su içmir. Bunu mən hər yerdə dəfələrlə demişəm də ki, aydın olsun, mən nə demək istəyirəm. Mənim gözüm səndən su içmir. Düşünün ki, bir ayədir və siz bunu rus dilinə tərcümə eləmişsiniz. Quranı tərcümə eləyəndə bax, belə bir şey olur. Bəli. Çox gözəl. Yəni, siz onu tərcümə eləyə bilmərsiniz. Olmaz. Orada kodirovkalar var. Bütün səmavi kitab. Əslində, Quranın tərcüməsindən belə görsənir bu. Deyir ki, məsəl üçün, kör. Bu dünyada deyir, kör olan ahirətdə cəhənnəmlikdir. Neyiniyə? Bu gözü qüsurlar getdilər cəhənnəmə. Soruşursan, deyir ki, bu məcazi mənadadır. Necə təyin eləyək məcazi mənadadır? Quran deyir ki, gözləri var, görməzlər. Öz-özünü açır da. Yəni, tərcümələrlə bir yerə qədər gedmək olar. Amma orada artıq kodirovkalar var. Bir mənalı anlamamalıyıq. O bilgiləri də sizə çatdırarıq, tanış olarsınız ki, yəni sizin artıq o içinizdə olan o narahatlıq və düz gəlməmə orada oturacaq. Yəni tövbə deyilən şey ümumiyyətlə maddiyyatla bağlı deyil Quranda. İçlə bağlıdır. Düzdür. Quranda ümumiyyətlə maddi heç nə yoxdur. Yəni fiziki bir şey yoxdur orada. Hamısı bizim daxilimizlə, ruhumuzla bağlıdır. Oğrunun əlini kəsin. Belə kəsin yox elə. Oğurluqdan əlini kəsin. Elə bir yaşam təqdim eləyin ki, oğurluq eləməsin. Görürsünüz. Çox dərindir. O hərifi mənada götürəndə mənim gözüm səndən su içmir, aləm dəyər bir-birinə də. Bunu da oxuyan deyir ki, bu baş xarabdır, bu nə kitabdır? Bu necə Allah bunu necə göndərir? Sizə bir sual verim. Buyurun. Mən elə düşünürəm ki, bu namaz qılan insanlar onlar çox narahat olurlar bəzi hallarda namazlarını buraxanda. Deyirlər ki, mən qəza qılmalıyam, Tanrı məni cəzalandırar falan filan. Yəni belə gərginlik, stres yaşayırlar həqiqətən qəlblərində. Sizcə bu belədir ya biz biraz bu günləri başqa cürlə başa düşürük bu məsələni? Buna mən tam belə deyim, dolğun cavab vermək bu geniş mövzudur. O dediyim kitab və Qurandan başlamalıyıq ki, biz gələk ora çıxaq. Amma belə səhti olaraq belə cavab verim ki, mənim bir videomda var idi. Meditasiya yaradıcı insan üçün vaxt itkisidir. Bunu hətta meditasiya edən adamlar tökülmüşdülər üstümə. Dedim, mən məsəl üçün heç bir meditasiya ilə məşğul deyiləm. Mənim günüm onun içində keçir də. Mən bütün günü bu bilgi ilə alış-veriş, ona yaz, buna yaz, tərcümə elə və yaxud da ki, o bilgini öyrən. Özümdə təlim alıram, amma mənim təlimim bitməyib ki. Mən təlimə davam edirəm. Mən yenə də oxuyuram, öyrənirəm. Yəni, mən bu şeyin, özümün o yaradıcı rutinin içindəyəm. İnsan, mən həmişə həm özümün də namaz qılan vaxtları, həm sonraki vaxtlarda da namaz qılan yoldaşlarıma dediyim bir şey var idi ki, siz namaza verdiyiniz önəm qədər bütün o 24 saata önəm versəydiniz, siz daha çox Allaha yaxın olardınız. Siz 15 dəqiqəlik Allaha yaxın olursunuz, düşünürsünüz ki, nəyisə qaçırdırsınız. Nə var ki, 15 dəqiqə nədir ki axı? Yəni 5 namazı götürək ya 3 namazı götürək, bu günün 15 dəqiqəsini maksimum 1 saatını alsın. Bəs 23 saatı nə edək? Sən 23 saat o namazın əsas şərtlərini yerinə yetirmirsənsə, o sənin namazın qaçırtmağına baxmayıb, sən bax ki, nə qədər ayə qaçırtdın sən namazlar arası. Bəli. Fokuslandın vaxtda. Sən fokuslanmısan ona və bu 30 durulub, o bayaq dedicə, yəni yerləşdirilib və elə də gedir. Mən çox təəssüflə bunu deyirəm ki, heyf ki, bizim bütün, ümumiyyətlə bu hər yerdə belədir, demək olar ki, bütün dini cərəyanlarda belədir və demək olar ki, bütün başqa bir şeylərdə də belədir. Rituallara və meditasiyaya önəm verilib, dünya görüşünə yox. O belə baskı yaradılıb, üstündə belə bir şey qurulub ki, əsas odur, əsas odur, əsas odur. Əsas o deyil, əsas budur. Sən 24 saat, düşün ki, 24 saatın sonunda gəlirsən, hesabat verirsən. Neynəmirsən? 5 dəfə namaz qılmışam, tutalım ki, oruc tutmuşam, sonra... Baxın, o hesabatı da
insanları yəni elə maarifləndiriblər, elə yönəldiblər din nöqteyi nəzərdən də. Sanki biz bu günləri cənnətə bir bilet qazanmalıyıq. Bu yəni, bir nəyə bənzəyir? Elə bir ki, iş saatıdır, 9-dan tutam ki, 6-ya kimi də. Bir işçi gəlir hər gün saat 9-da işə, 6-da gedir. Dəqiq. Hər gün gəlir. Amma bir faydalı iş görmür. İş kimə də lazımdır? İşi də belə bas Məmməd görür. Adam da var, gəlir, gecikir işə, 11-də 12-də gəlir, kefi də istəyəndə gedir. Amma bir saatın içində nəticə verir. 13 aya, 6 aya, 1 ilə görmədiyi bir iş qoyur ortaya. Elədir, tamamilə razıyam. İndi o şirkət hansından razı olsun? Və götürək yaradan hansından razı olacaq sizcə? Sözsüz. Bəzi hallarda biz misal üçün gedirik hac ziyarətlərinə falan. Mən indi elə adamları tanıyıram da. Sanki bir status qazanmağa gedirlər. Yəni qəlblərində onun da mənası başqadır. Hə, onun da mənası. Yəni qəlblərində sanki Tanrı o siz belə bir söz də var. Bir namaz qılan dostum var mənə o günləri dedi. Deyir ki, bilirsən, o gündə 100 dəfə inşallah sözünü deməklə deyil. Evet. Həqiqətən də o söz məni çox düşündürdü. Çünki həqiqətən də dinə çox belə sadiq insandır. Yəni ondan onu eşitmək məni düşündürdü ki, həqiqətən də elədir. Yəni sənin Tanrı ürəyində olmalıdır. Sənin əməllərində, hərəkətlərində, insanlara qarşı sevgi ilə yanaşmağında min cürnə. Yəni o gedib haca bu günləri status qazanıb gəlmək mənə hac deyin falan, yəni belə bir şeylər var da, müəyyən kruqlarda sanki bir hər şey mahiyyətini itirib sahibi. Mahiyyətini itirib. Hər şey mahiyyətini itirib, yəni şəkli qalıb. Şəkil var, obraz var, içi boşdur. Məna yoxdur, mahiyyət yoxdur. Ona görə də haqlı olaraq biraz düşünən, biraz başını o kütlədən qaldıran insan ona etiraz edir. Onu rədd edir. Yəni ateistlər belə təqdim olunan ilahı rədd edirlər. Yəni o Allahın mən də ateistiyəm. Yəni təqdim olunan Allahın mən də ateistiyəm. Elə bir Allah yoxdur. Elə bir tamamilə doğrudur. Amma yaradan var. Onlar fərqli şeylərdir. Sözsüz. Belə bir söz var. Deyilir ki, səmalarda sərhədlər yoxdur da. Evet. Ona görə mən bu günləri ümumiyyətcə yoga fəlsəfəsində onu da qeyd edim. Bu günləri Azərbaycanda, yəni bu sahə çox dəbdə olduğu üçün bir çox insanlar mən tanıyıram, hansılar ki gedirlər, təhsillərini alırlar Hindistanda, gəlirlər falan, dinlərini dəyişməyə çalışırlar, bütün günü o belə Buddaya inanırlar, nə bilim Shiva gəldi falan filan. Dostlar, biz bu günləri onu etməməliyik. Çünki mən elə düşünürəm ki, sənin ruhun hansı ölkədə dünyaya gəlirsə, misal üçün, əgər mənim ruhum azanın səsi ilə dünyaya gəlirsə, o mənə məxsus olan bir hisslərdir. Yəni, mən bu günləri durum dinimi dəyişim, o biraz düzgün deyil. Sən maraqlana bilərsən başqa dinlərlə. Əlbəttə, yəni öyrənmək, savad o başqadır. Öyrən, orada da nə baş verir, neysə müqayisə et, müzakirə et. Amma durum bu günləri nə bilim Shivaya inanım ya Buddaya inanım. O məncə biraz, yəni bu daha çox yoga müəllimlərinə aiddir. Bizim Əziz Vahid müəllimin qəşəng fikri var idi bu ilə bağlı. O deyirdi ki, ilahiyyat və din fərqli şeylərdir. Din insanları elə bir ki, aşağıdan yuxarı Allaha aparan yoldur. İlahiyyat isə Allahdan insanlara gələn yoldur. Yəni hər ilahiyyatçı belə deyim, o özünü o şeydə görə bilməz. O şeyi təqdim eləmirlər bizə. Yəni mən əslində sizin fikrə biraz tərs fikir deyərdim ki, mən razıyam dəyişsinlər, axtarsınlar. Problem yoxdur. Yəni, qoy dəyişsin dinini. Dinini dəyişməklə bir şey olan deyil. Tək onun təcrübəsini keçsin, tək axtarsın. Onsuz da olan hamısı ona aiddir də. Düzdür. Qoy keçsin, aşağı qalxsın, düşsün, bəlkə boşa düşsün, tapsın, axır tapsın. Axırda görəcək ki, bunlar hamısı vəhdətdədir və o özünü heç bir dinə mənsub görməyəcək. Hamısını da görəcək, artıq o ilahiyyat səviyyəsinə qalxacaq, yuxarıda olacaq. Necə ki, bizim
bizim ətrafımız və uşaqlarımız o şeyi gəlib çatmışıq. Ki biz artıq bizim üçün hansısa dini və ya məzhəb ayrı şeyləri yoxdur. Biz baxırıq, götürürük, hə bu yaxşıdır, hə, yox bu o deyil. Elədir. Bu lazım deyil. Mən Sahib bəy yoga ilə istəyərdim belə ən qısa şəkildə. Düzdür, bu çox geniş mövzudur bilirəm. Amma izləyicilərimizə çox qısa şəkildə yoga nədir, bizə nə verir, hardan gəlir, hara aparır, hətta uşaqlardan bunun sözünü də, mənasını istədim açsın. Bizdə bir kəlmə elmi var, yəni hərfin belə mənasına giririk. Yoga mənə yoğrulmaq kimi bir şey verdi. Assosiasiya verdi belə mənə bir ki, yoğrulmaq sözünə oxşuyur. Sanki insan orada özünü yoğurur, yetişdirir. Necə bir şeydir yoga? Yoga qədim sanskrit dilindən tərcümə olunur yuc, yəni birləşmə. Orada söhbət gedir sənin fiziki bədəninin, ruhunun və zehninin birləşməsi. Çünki bu günləri bütün planetdə bu baş verir. İnsanlar fiziki bədənindən, ruhlarından və zehinlərindən ayrı-ayrı paralellərdə yaşayırlar. Ona görə də problemlər baş verir. Evet, çünki bədənlərini tanımırlar, nə gəldi əllərinə yeyirlər. Aləm qarışıb bir-birinə. Yəni yoga misal üçün Hindistanda hətta uşaq bağçasından başlayır, əskərlikdə də davam edir. Orada bu bir həyat fəlsəfəsidir. Əlbəttə ki, bu günləri müasir insana lazım olan tərəfləri, belə bir nömrəli problem, müasir insanın gərgin olmağıdır, qorxular içində yaşamağıdır, xəstələnməyidir. Yəni onun dərmanı sanki ondadır. Çünki tam təbii yolla biz fiziki hərəkətlərlə, meditasiyalarla bədənimizi gücləndiririk. O qorxu, çünki bədən güclənəndə enerjilər aktivləşir və səndə o sabaha olan qorxu, mən işimi itirərəm və yaxud yox, o sanki keçir gedir. O dünya görüşü, yoga dünya görüşü formalaşdırır hə onu. Yəni o bil fəlsəfəsi onu formalaşdırır hə artıq. Bəli. O baxır yanaşmasına da. Məsəl üçün mən indi 24 saat gün ərzində bu mənim yəni sahəmdir, bu mənim həyat tərzimdir. Mən daha dərinə gedirəm. Amma indi elə insan var ki, Sahib bəyin kitabını da bir dənə verərsiniz, təqdim edəyəm də. Hə, elə insan var ki, o yalnız misal üçün sağlam olmaq istəyir bu günləri. Çünki bel ağrıları var, problemləri var. O onun yanaşması başqadır. O gəlir fiziki yəni tərəfini almaq istəyir. Yəni bu çox geniş mövzudur əslində. Hə, bilirəm, genişdir. Daxilə səyahət, yoga ilə özünü kəşf et. Yəni belə bir kitabda əziz izləyicilər, Sahib bəy bizə hədiyyə edib. Baxacaq, oxuyacaq. Azərbaycan dilində özü dediyiniz kimi ilk yoga haqqında kitabdır. Bəli. Tərcümə olunmamış mənasında da, yəni. Bəli, Yoga haqqında kitablar var, sadəcə müəllif olaraq ilk yoga haqqında kitabdır. Gözəl, bunu oxuyarıq, faydalanarıq, tətbiq də edirik. İnşallah. Çox motivasiya xarakterli bir kitabdır. Şəhərin demək olar ki, bütün kitab şəbəkələrində əldə edə bilərsiniz. Bu günün nə qədər vaxtını alır, yoxsa o insanın özünə qalıb? Yəni yoga ilə məşğul olan deyək ki, günün neçə vaxtını? Bizim can sağlığı paketində bizim millət tənbəldir axı biraz. Biz dedik ki, bizim kitabda maksimum 15-20 dəqiqə vaxt ayırdıq. Əslində 1 saat, 2 saat məşğul olacaq şeylər var da orada, məsələlər var. Yəni ona görə deyirəm ki, bu günün nə qədər vaxtını alır yoga ilə məşğul olmaq? Yəni yoxsa bu insanın özünə qalıb? Əgər sırf fiziki hərəkətləri nəzərdə tutursunuzsa, o bir təlimdir. Misal üçün, biz bu günləri dərsdə fiziki hərəkətlər keçirik, dartılma hərəkətləri keçirik və zehnimizi o gərginlikdən, qorxulardan, problemlərdən sakit edici, deməli, orada hərəkətlərdir, meditasiyalardır. O da təxminən 5-10 dəqiqə çəkir. Yəni, sənə kifayətdir ki, özünü güclü, gümrah hiss edəsən. Səhər yuxudan duranda artıq sən enerji dolusan. Dartılma hərəkətləri nəyə görə önəmlidir? Çünki bizim bədəndə hüceyrələr hərəkətsizlikdən bir-birinə yapışır və onda problemlər yaranır, xəstəliklər yaranır.
O xəstəliklərin adları müxtəlifdir. Məsəl üçün xərçəng deyirlər, Hashimoto deyirlər, vəz deyirlər və s. Biz bədənimizi insan olaraq dartışdıranda sanki o hüceyrələr başlayırlar bir-birlərindən qopurlar və bədən özünü müalicə edir. Ümumiyyətcə hər 7 ildən bir insanın orqanları, məsəl üçün qaraciyərdir, böbrəkdir, onlar tam yenilənirlər. 7 ildən bir. 7 ildən bir. 7 vur 7 bizim infosomatikada şəbəkə var. Yəni orada ruhi yenilənmə gedir. Ruhun Bəli, bu mistik rəqəmdir əslində. Bu alimlər yəni bunu təsdiq edirlər bu günləri. 7 ildən bir. Əlbəttə ki, orada və kritik yaşda deyim ki, 7 vur 7-dir, 49 yaş. Yəni onu çox adam keçə bilmir. Keçə bilmir. Bəli. Həyatınızı dəyişdirəcək 2 illik səyahətə hazırsınızsa, Elkin qiyası ilə Doğru Yola Doğru onlayn təliminə qoşulun. Ətraflı məlumatı videonun açıqlama bölməsindən oxuyun.